Salam əziz izləyicilər, riyaziyyat sevərlər, tələbələr, şagirdlər. Bugün mən sizinlə riyaziyyat sevərlər üçün 27-ci dərsimizdə görüşürəm. Məsələ 1. Turist əlində olan 75 metrlik iplə dərinliyi 100 metr olan uçurumdan düşmək qərarına gəlir. Uçurumun üstündə və ortasında ağac var. Təkcə 75 metr ipi və bıçağı olan bu turist aşağı necə düşə bilər? 50. Deməli, turistdə bir 75 metrlik ip var və bıçağı var. O, buradan necə düşməlidir? Məsafə də 100 metr uçurumun dərinliyi. Götürüb ipi 3 qat eləyir. Aydındır ki, 3 qat eləyəndə hər biri 3 qat elədi və 75-i də 3-ə böləndə 75 metri 3 yerə böləndə düşür 25 metr. Və 25 metrlik olanda birini ayıranda ipin 25 metrlik hissəsi onu götürüb bir ucunu ilgəş bağlayır, kiçik halqa şəklində, bir ucunu da ağaca bağlayır. 50 metrlik hissəni keçirdir bu halqadan və 2 qat eləyir. Düşür aşağı bura, ikinci ağacın yanına. İkinci ağacın yanına düşəndən sonra ipin bir ucundan dartıb ilgəkdən çıxır ip, 50 metr əliyib özündə olur. Bundan sonra götürür 50 metrlik ipin bir ucunu ikinci ağaca bağlayır və oradan aşağı rahat düşə bilir. Burada təbii ki, 25 metrin bir ucunu ağaca, bir ucunu da halqa eləyəndə orada 25 metrə yaxın olur. Orada 30-40 santimetr ola bilər istifadə olur. Beləliklə, turist bu qayda ilə uçurumdan aşağı düşür. Məsələ 2. Saat neçədir? Oğul atadan soruşdu. Ata cavab verdi. Mən deyim, sən də hesabla. Sutkanın sonuna başlanğıcından ötən vaxtın 2 misli qədər vaxt almışdır. Görəsən, oğul soruşanda saat neçə idi? 50. Bildiyiniz kimi, gecə saat 00-da sutka başlayır. Və gecə saat 00-da sutka başlayandan sonra 2 dəfə dövr eləyir 12 saat, 12 saat, sutka tamı 24 saat olur. Sutka 24 saat. Və məsələnin şərtində deyilir ki, sutkanın keçən vaxt, qalan vaxtı ötən vaxtının 2 mislidir. Ötən vaxtının 2 mislidir. Onda bir hissə sutkanın, 2 hissə sutkanın sonuna qalan vaxtı, bir hissədə 3 hissə olur. 3 hissədən olanda, onda 24 saatı bölürük 3-ə, 8 saat olur. Gecə saat 00-dan 8 saat sahib gələndə, səhər saat 8-ə düşür. Deməli, məsələnin cavabı oğul atadan saat neçədən saat neçədir soruşduğu vaxt səhər saat 8 idi. Səhər saat 8-də oğul atasından saatı soruşmuşdur. Məsələ 3. Loqaritm sözünün hərflərinin yerini neçə üsulla dəyişmək olar ki, 2-ci, 4-cü və 6-cı yerləri samitlər tutsun. Deməli, loqaritm sözündə 8 hərf var. Samitlər hansılardır? Samitlər L, G, R, F, M. Saitlər hansılardır? Saitlər O, A, I. Deməli, 8 hərfdən
ibarət olan loqaritm sözündə 5 hərf samitdir, 3 hərf isə saitdir. Məsələnin şərtində deyilir ki, ikinci, dördüncü və altıncı yerləri samitlər tutsun. Onda 3 yeri tutması üçün, seçmək üçün 3 hərfi aranjeman, samit 5 olduğundan aranjeman 5-dən 3 sayda yer dəyişimi eləmək olar. Gerdə qaldı 3 hərfi ki istifadə elədik 5-ini. Gerdə qalan 5 hərfin yer dəyişməsi isə 8 hərfdən 5-in 5 faktorial sayda olar. Onda bütöv yer dəyişmələrin sayından ibarət sözlər olacaq 5 faktorial vurulsun aranjeman 5-dən 3. Bu da bərabərdir 1, 2, 3, 4, 5 vuraq 5 faktorial bölək 5 çıxaq 3 faktorial. Aranjemanın qiymətini yazıram. Bu da bərabərdir 1 vuraq 2, 3, 4, 5. 5 faktorial elədi. Burada 2 faktorial verdi, 2 verdi. Burada da yenə də 2, 3, 4, 5. Biri də yazar. 2 ilə 2 ixtisar oldu. 5 faktorial 120. Burada 2 ixtisar eləyəndən sonra 3 vuraq 4 vuraq 5 60 elədi. Və 60'ı da 120'ye vuranda 7200. Deməli 7200 üsulla bu hərflərin məsələnin şərtinə uyğun qaydada yerləşmək olar. Məsələ 4. 0, 1, 2, 3, 4, 5 çoxluğunun elementlərindən rəqəmləri təkrarlanan neçə 3 rəqəmli cüt ədəd düzəltmək olar? Həlli. Göründüyü kimi çoxluqda 6 element var. Çoxluğun 6 elementləri olduğundan burada və rəqəmlər təkrarlığından vurma prinsipindən hər bir quracağımız 3 rəqəmli ədədin birinci, ikinci rəqəminin hansılar ola bildiyini bilmək lazımdır. Birinci rəqəm hansı ola bilər? Aydındır ki, buradakı 6 rəqəmdən 1, 2, 3, 4, 5 rəqəmlərindən 0 birinci rəqəm ola bilməz. Çünki 0 birinci rəqəm o sayılmır, 2 rəqəmlə də olur. Ona görə də geridə qaldı 5 rəqəm. Deməli birinci rəqəmi 5 dənə rəqəmlə yazılır olmalı. Vurma prinsipinə görə ikinci rəqəmi isə 0 da daxil ola bilər və onda ikinci rəqəmlərin sayı 0, 1, 2, 3, 4, 5, 6 dənə olur. Üçüncü rəqəm 0, 2, 4 cüt rəqəm, bu rəqəmlər olmalıdır ki, üçüncü rəqəm. Alınan ədəd cüt ədəd olsun. Çünki ədədin sonu 0, 2, 4 olanda o cüt olacaq. Və burada da cüt olması üçün ədədlərin istifadə edəcəyimiz 0, 2, 4, 6-ın 2, 0, 2, 4-ün sayı 3 dənədir. Deməli, üçüncü rəqəm 0, 2, 4, 6-dan olduğuna sayı 3'ə bərabərdir. Və bunları vururuq. 5 dəfə 6, 30, vuraq 3, bu da bərabərdir 90. Beləliklə, verilən çoxluğun elementlərindən rəqəmləri təkrarlanan 90 dənə 3 rəqəmli cüt ədəd düzəltmək olar. Məsələ 5. Eyni ölçülü 10 kostyumdan 3'ü azca qüsurludur. Təsadüfən götürülən 5 kostyumdan ən çoxu birinin qüsurlu olması ehtimalını tapın. 50. A hadisəsi qəbul eləyək 5 kostyumun qüsursuz olması hadisəsi. Seçilən 5 kostyumun qüsurlu. B hadisəsi seçilən 5 kostyumdan birinin qüsurlu olması hadisəsi. Cəmi 10 kostyum var. Qüsurlu 3 götürülür 5. Ən çoxu birinin qüsurlu olması ehtimalını tapın. P, A birləşmə B, ehtimalı toplama teoreminə görə bərabərdir P, A üstəgəl P, B. Bu da bərabərdir P, A, kombinizon əlverişli hallar sayı 7-dən 5, çünki 2 qüsurludur, 7 dənə qüsursuzdan 5, bir də kombinizon 10-dan 5 olacaq. Üstəgəl
Bu birisi olacak qüsurlu kombinizon 3'dən 1, 3 dənəsi qüsurludur. Vuraq kombinizon 7'den 4, məxrəcdə də yenə mümkün alırsa kombinizon 10'dan 5. Kombinizon 7'den 5'e hesablayıb qiymətlərini yazmışam. 3 vuraq 7, 10'dan 5, 2, 7, 2, 9, 3'dən 1, 3 verir, 7'den 4, 5 vuraq 7. Və bunları nəzərə alsaq, 7'den 5, 3 vuraq 7 yazdıq, bölək. 10'dan 5, 2, 7, 2, 9. Üstə gəl, 2, 7, 2, 9. Surətdə olacaq 3'dən 1, 3. Vurulsun. Bu 3 verdi. 7'den 4, 5, 7. 7, 7 sarı oldu. 9 ile 3 sarı 3. Kaldı 12'de. 9 ile 3 ihsar oldu. Kaldı 12'de 1. 12'de 1 üste gel. Burada da 7 ile 7 ihsar oldu. 7 ile 7 ihsar oldu. Olacak. 9 ile de 3 ihsar 3 kaldı. 12'de 5. Bu da bərabərdir. 12'de 6, 2'de 1. Beləliklə tələb olunan hadisənin ehtimalı 2'de 1'ə bərabərdir. Məsələ 6. Ət bişdikdə öz çəkisinin 35%'ni itirir. Hər birində 40 qram bişmiş ət olmaqla şənlikdə iştirak edənlərə 780 qab xörək hazırlamaq üçün nə qədər çiğ ət götürmək lazımdır. Deməli, ət bişdikdə 35%'ni itirir. 101-ci. 100%'dən çıxıram 35%'i və bişmiş ətin faizini tapırıq 65%. Bişmiş ətin faizi burada bişmiş ət 65%. İkinci, 780 qab hərəsində 40 qramla nə qədər eləyir? 40 vuraq 780. Bu da bərabərdir. 2 dənə 0, 4 dənə 8, 32, 4 dənə 7, 31. Və kilograma keçsək, burada qramdır. Bu qram bərabərdir 31 tam onda 2 kilogram. Onda biz alırıq. Üçüncü əməliyyatı belə edirik. Deməli, bişmiş ət bu qədər istifadə alınmalıdır. Yazıram 31 tam onda 2 kilogram 65% olmalıdır. Nə qədər çiğ ət götürmək lazımdır? X 100% bişməmişə çiğ ət və hesablayıb çiğ əti tapırıq. Tənasübümüz oldu 31 tam onda 2 bölək X bərabərdir 65 bölək 100. Buradan aldıq ki, X bərabərdir 31, 2, bir dənə dəsi 3120 bölək 65. 65. 3120 bölək 65. Bu da 5'ə ixtisar olur. 5'ə deməli alırıq 5 dəfə, 4 dəfə 5, 20. 4 dəfə 6, 24. 26, 2. 11'dən 6'sını 5, 520. 520'də 8 dəfə 5, 40. 8 dəfə 6, 48, 52. Bu da bərabərdir 48 kilogram. Beləliklə, X bərabərdir 48 kilogram çiğ ət götürmək lazımdır. Məsələ 7. Yaşlı bir adamdan neçə yaşı olduğunu soruşdular. O da cavab verdi ki, onun 100 yaşı və bir neçə az yaşı var. Lakin onun yalnız 25 ad gün olmuştur. Bu mümkündürmü? Deməli, məsələnin şərtindən göründüyü kimi 100 yaşlı adam 25 ad günüdür keçirdi. 25 ad günü keçiribsə, onda bu fevral ayında olmuş
aradan olmuş ola bilər fevralın 29-unda. Çünki niyə? 29 fevralda ola bilər. 29 fevral 4 ildən biri olur. 3 il ardıcıl tutaq ki 28 fevral olur. İl 28 fevraldan olur. 4 ildən bir isə 29 fevraldan olur. Onda 100'ü böləndə 4'ə bərabərdir 25 il alınır. Və buradan çıxır ki, bu yaşlı insan 4 ildən bir hər fevralın 29'unda ad günü keçirilmiş. Ona görə də o cəmi 25 ad günü keçirilir. Məsələ 8. Ovçu barıdının tərkibi şora, azot tuzu deməkdir, kükürt və kömürdən ibarətdir. Şoranın çəkisinin kükürtün çəkisinə nisbəti 19/2 kimidir. Kömürün çəkisi isə şora ilə kükürdün birlikdə çəkisinin 9'da 1 hissəsinə bərabərdir. 10,5 kilogram barıd almaq üçün nə qədər şora, kükürt və kömür götürmək lazımdır. Həlli. Kükürdün çəkisini x ilə işarə edək. Çəkisi olsun x. Onda məsələnin şərtinə görə şoranın çəkisinin kükürdün çəkisinə nisbəti 9/2 19/2 olduğundan şoranın çəkisi olacaq 2'də 19 x olacaq. Və kömürün çəkisi olacaq şora ilə kükürdün birlikdə çəkisinin 9'da 1 hissəsi. Yəni olacaq 9'da 1 vuraq x üstə gəl 2'də 19 x. Və məsələnin şərtinə görə bu üçünün birlikdə cəmi 10,5 kilogram olmalıdır. Alıram x üstə gəl 2'də 19 x üstə gəl 9'da 1 vuraq x plus 2'də 19 x bərabərdir 10,5'ə. Tənliyin hər iki tərəfini məxrəcdə 2'lər 9'lar olduğuna görə 18'ə vuraq. 18'ə vuranda aldıq 18x üstə gəl 9 + 9 81 171x üstə gəl 2x üstə gəl 19x bərabərdir 10,5 vuraq 18. Burada aldıq 18x, 2x, 20x üstə gəl 190x ikisinin cəmi elədi bərabərdir 189 verir 10,5 18'ə vuranda aldıq 210x bərabərdir 189. Burada da x bərabərdir 189 bölünsün 210. Aldıq bu da bərabərdir 0,9'a. Deməli kükürdün çəkisi 0,9 kilogram oldu. Yazırıq burada 0,9 kilogram. 2'də 19 x'i tapırıq 0,9. Bu olacaq 2'də 19 vuraq 0,9. Bu da bərabərdir 20'də 81 171. Çəkisini tapdıq. Şoranın çəkisi bu qədər. 20'də 171 və bunu hesablasaq, bu da bərabərdir 8,55. Deməli, biz aldıq kükürdün çəkisi x bərabərdir 0,9 kükürd. Şora aldıq 2'də 19 x idi, bərabər oldu 8,55 oldu şoranın çəkisi. Və sonda
Kömürün çəkisi isə 10,5 cəmi miqdardan 10,5-dən çıxırıq bu ikisinin cəmini. 0,9 üstə gəl 8,55 bu da bərabərdir. 10,5 çıxılsın 9,45 9,45 bu da bərabərdir. 1,5 kilogram. Deməli, beləliklə aldıq ki, kömürün çəkisi, kömürün çəkisi oldu 1,5 kilogram. Bunlar da kilogram. Beləliklə, məsələnin də cavabı bu şəkildə oldu. Demək, kükürt 0,9 kilogram, şora 8,55 kilogram, kömür isə 1,5 kilogram. Bununla da bugünkü dərsimiz başa çatdırıram. Sağ olun, yeni dərslərdə görüşənə qədər.